yazısını anlayandan sonra çox rahatlaşır. Elədir. Həmişə elə olur. Okey. Gedək string 3-ə baxaq görək orada vəziyyət nədir. String 2-də məncə hər şeyə baxdıq. Bəli, müəllim. Okey. String 3. Y sualında səhvlər var. Y sual nədir? Y sualına deyirdi ki, bizə bir string verilir. 5-lərin sayı 2-lərin sayından çox olarsa Cout-a ver 5. 2-lərin sayı 5-lərin sayından çox olarsa Cout-a ver 2. Əgər ikisinin də sayı bərabərdirsə Cout-a ver bərabərdir işarəsi. 2 dənə say götürəcəyik, sadəcə sayacağıq da. Denən Əkbər. Müəllim, burada mən sayla fikirləşmirəm, başqa cür fikirləşmirəm. Bilmirəm düzdür yoxsa yox, amma məncə belə də eləmək olar. Burada string 2-də bir dənə sual var idi. A böyükdürsə B-dən bir işarə ver, B böyükdürsə A-dan elə bir sual var idi. Hı. Mənim o sual kimi eləsək bunu, hərəsinin sayına qədər getsək, sonra da sayı plas-plas eləyib yoxlasaq ki, hansının sayı daha çoxdursa, o ədədi ver, azdırsa o birisi ədədi ver, bərabər LCD-də bərabər. Hardan biləsən ki, məsələn, buradan 2 dənə 5-ə və yaxud da buradan 4 dənə 2-yə baxacağını hardan biləsən? Yəni stringi necə elə parçalayasın? Mənim sayzlarına qədər getsək olmaz. Sonra da Sayzları S sayzlarını versək. deyəndə ki, bir dənə size var axı səndə. Bir dənə bu stringdir. Yəni sənə ayrı-ayrı vermir. Mənim yox, 2 dənə elə bil 2 stringin birləşməsi kimi də, mənim 2 dənə S size-ım. Onu necə eləyəsən ki, yəni? O sənin işini daha da çətinə salar, yəni. Ən rahatı baxmış olaraq həmişə sadə baxın, yəni özünüzü çətinə salmayın. Məndən nə istəyir? Baxın, bundan əvvəl nələri tapmışıq? A-ların sayını tapmışıq, düzdür? A-ların sayını çıxışa vermişik. İndi məndən nə istəyir? 5-lərin sayını tap, bir də 2-lərin sayını tap. Neyləyərəm? Gedərəm, 2-yə bərabərdirsə n plus eləyərəm məsələn, 5-ə bərabərdirsə n plus eləyərəm. Artıq n 2-lərin sayın ekran dayandı, bilirəm. Açıram indi. Kameranı da açdım həmin moment. Okey. 2-ləri bərabərdirsə n plus eləyəcəm. N 2-lərin sayını bildirəcək. Bu da 5-lərin sayını bildirəcək. Sadəcə Fatimə burada yerlərini qarışdırıbdır. Deyib ki, 2-lərin sayı 5-lərin sayından çoxdursa 5 ver çıxışa. 5-lərin sayı 2-lərin sayından çoxdursa 2 ver. Yerlərini qarışdırıb elə bir. Tamam Fatimə? Ona görə səhv olubdur. Yəni elə bir n m-dən böyükdürsə, sən deyirsən ki, mənim 2-lərimin sayı daha çoxdur. Ona görə siyahıda 2 verməlisən. Və yaxud da 5-lərin sayı 2-lərin sayından çoxdursa, onda siyahıda 5 verməlisən. Əks halda bərabərdirsə, siyahıda bərabərdir işarəsi verməlisiniz. Yox, Murad, səndə S size'larla əlaqəli bir şey istəmir. Səndə deyir ki, SI-lər, yəni sən bir-bir baxmalısan ki, yəni bu baxdığım işarə 5-dirmi, 2-dirmi? Yəni sənin S size'larla işin yoxdur. Bir də yazaq kodun uşaqlara ehtiyac var. Məncə rahat sualdır. Kimsə baş düşməndisə desin, bir də izləyək. Hamıya aydındır. Mənim başa düşməsək, yenə izah eləyəcəksiniz. Niyə eləmirəm? Denən. Eləyəməyiz izah təzədən.
Yo müəllim, sualın özü aydındır. Həlli, Xeyr müəllim, ehtiyac yoxdur. təqiq. Okay, yəni uşaqlar ehtiyac varsa, nəsə xoşum gəlmədi sərsinizdən bir də gedim üstündən. Okay. Məsələn, düşünün ki, belə bir şeyimiz var. 2, 2, 5. Aha. Belə bir stringimiz var. Bizə nə lazımdır? 2-lərin sayı lazımdır, bir də 5-lərin sayı lazımdır. Onda düşünün ki, 2 dənə sayımız var. Say 1-imiz, bir də say 2-miz. İkisi də 0-dır. Deyirəm ki, əgər if si 2-yə bərabərdirsə, onda say 1-i artır. 5-ə bərabərdirsə, say 2-ni artır. Avtomatik olaraq bu şeyin sonucunda nə olacaq? Say 1 olacaq 3, 4 dənə artacaq. Say 2 sən 2 dəfə artacaq, 3 dəfə artacaq. Yəni bir məndə 5-lərin sayı da var, 2-lərin sayı da var. Qaldı bunları müqayisə aparmaq. Müqayisədə mənə nə deyir? 5-lərin sayı daha çoxdursa 5 ver çıxışa, 2-lərin sayı daha çoxdursa 2, bərabərdirsə də bərabər ver. Kodunu da yazaq. Say 1 götürürəm. Bir də say 2 götürürəm. Mənim say 2 eləməsək, məsələn. Nə eləyək? Yo. Ayda müəllim, mən bayaq çaşdım elə onda. Fatimə ilə Muhammedin kodunda çaşdım. Elə bildim n ilə m başqa funksiyadadır orada. Ona görə. Əgər si 2-yə bərabərdirsə, say 1 artır. Else if si 5-ə bərabərdirsə, say 2-ni artır. İndi əgər say 1 say 2-dən böyükdürsə, siyahıta verilən 2-lərin sayı daha çoxdur deyə 2. Else if say 2 say 1-dən böyükdürsə, 5-lərin sayı daha çoxdur, siyahıta ver 5. Else-də də nə verməlidir? Bərabər. Bu da həlli. İndi tam aydındır uşaqlar. Bəli, müəllim. Okay. K sualına nə deyirdi? K sualına deyirdi ki, bizə sənə hərflər verəcəm. Bir də rəqəmlər verəcəm. Yəni ya demirdi dəqiq olaraq nə verəcəm. Deyir ki, yəni verdiyim bu string hərf və yaxud da rəqəmlərdən ibarət ola bilər. Deyir ki, əgər rəqəmlər varsa, bu rəqəmlərin cəmini tap. Əgər heç bir rəqəm yoxdursa, hamısı hərfdirsə, siyahıda 0 ver. Məsələn, burada rəqəmlər də var, hərflər də var. Rəqəmlər olduğu üçün bunların cəmini tapıb çıxışa veribdir. Rəqəm yoxdur deyə də çıxışa 0 veribdir. Deyən Əkbər. Müəllim, fikir gəldi, deyə bilərəm. Səhvdir, yoxsa düzdür? Müəllim, məncə 100% səhvdir. Hə, onda düzdür. Hə, de görək. Müəllim, düz deyil bu dəfə həqiqətən. Hə. Məncə burada biz SI-lərə baxsaq, forun içində i-dən S size-a qədər geçsək, müəllim biz burada yoxlaya bilərək ki, if SI kiçik yox, 0 1 kiçikdirsə bərabərdirsə SI-dən, and SI kiçikdirsə bərabərdirsə 9-dan, biz bir dənə LL cəm bərabərdir 0 dəyişəni götürək. Cəm bərabər olsun cəm plus SI-yə. LC-də də SI-ni necə int-ə çevirə bilərik? Çarı necə int-ə çevirirdik? Müəllim, çarda int x eləyə bilərik. Yox. Hətta yox, elə eləyənmirdi axı. Müəllim, çarı int-ə çevirməyin funksiyası bir dənə o nə idi o müəllim, necə idi? Kimin yadındadır uşaqlar? Bu çar olan 2-ni int olan 2-yə necə çevirir? Denən cavabda. Ay sağ ol. SI. Müəllim, SI çıx 0. Aha, belə bir şey. Müəllim. Bunu Necə heç eşitməmişdim. şey sualında eləmişdik.
kalkulyator sualında. Bu elə bil ki, belə yadınızda saxlaya bilərsiniz uşaqlar. Məsələn, SC çıx 32 plus 32 necə ki, hərfləri böyüdüb balacalaşdırırdı. Bu SC çıx 0-da bir növ bunu intə çevirir. Yəni, ən rahat intə çevirmək üsulu budur. Bir də stoi adlanan bir funksiya var. O da çevirir, amma o bütün stringi çevirmək üçün daha idealdır. Yəni, bu tək çarı çevirmək üçün bu daha yaxşıdır. Yəni, bu SC çıxılsın 0, çar olanı intə çevirir. İndi arxasını daha mürətdir görək, bunu bilirsənsə məsələn. Mənim cəmin üstünə məsələn elə bunu gəlsək, Hə? mənim sualın şərti, müəllim, else-də də siauta verə bilərik 0-ı. Else ya da vəbşə else if də yaza bilərik. Else if SI əgər kiçikdir, bərabər deyilsə 1-dən və kiçikdir, bərabər deyilsə 9-dan, yəni kiçik onların arasında deyilsə yaza bilərik siauta ver 0. Amma orada o else-də yazmayasan da, çünki ola bilsin ki, bax səndə Bəli, məsələn müəllim, dövr eləyəcək. Else başqa ona yerdə görə yazmalıyam. rəqəmlərə baxanda say++ eləyə bilərsən, sənə ən rahatı. Say bərabərcə 0-a müəllim. Say Aha. bərabərcə 0-a Bərabərcə siauta ver 0, altdan da return 0. Aha. Denən cavabda. SI plus bərabərdir, yoxsa başqa bir cəm dəyişən? Cəm. Aha, amma bir dənə sən onları cəmləyirsən deyə bir dənə belə bir şey götürməlisən də cəm bərabər 0. Baxın uşaqlar, getline elədik, bir dənə cəm dəyişəni götürdük. Birinci yoxlayıram. Mənim baxdığım SI rəqəmdirmi? Müəllim, yazdığım koda virtual caz 90 verər deyə müəllim. Verərdi, hə. Cəmin üstünə gəl SI çıxılsın 0-a. Yəni, bu, bunun intə çevrilmiş versiyasıdır. Heç, uşaqlar, say++ eləməyə ehtiyac yoxdur. Zaten onsuz da heç bir rəqəm yoxdursa, cəmimiz nə qalacaq? 0 qalacaq, düzdür? Elə cəmi çıxışa verəndə yenə 0 verəcək. Всё, bununla da sualımız bitəcək. 16. Müəllim, məndə heç əminlik səviyyəsi yoxdur özümdən, heç yoxdur. Onu düzəltsən yaxşı olar, yoxsa sən çox problem. Müəllim, o qədər əmin deyiləm ki, mənim riyaziyyat kəsəgələrindən heç vaxt yaxşı gözləmirəm, amma həmişə gedib 97 falan alıram. Hamı şok olur müəllim. Düzəld, sonra sən problem yaşayacaq. İndi yaşatmırsa da sonra mı yaşayacaq? Özünüzə güvənin uşaqlar. Mənim qorxuram nəsə. Çünki elə bilirəm ki, heç nə bilmirəm. Qabağıma ən adi şeyləri qoysalar belə yaza bilməyəcəm. Yaza bilmədin, nə olacaq ki? Kimsə səni öldürməyəcək. Yox da müəllim, mən qorxuram elə şeylərdən. Uşaqlar qorxmuyor. Bir gün kəssələr də, sonra kəsməyəcəklər ki, 2 gün kəssinlər, 3 gün kəssinlər. Demirəm, oxumayın əlbəttə, prosta Mənim oxuyan müddətdə kəsəcəklər. nəyinsə nəticəsinə heç vaxt qorxmayın, davam eləyin, boş verin, nə olacaqsa olacaq. Hər şey deyir, nə olacaqsa müstəhil olacaq. Yəni, siz qorxsanız da qorxmasınız, amma qorxmaq sizin əksinə ziyanınıza salır. Yəni, bu şey təcrübə eləmiş birisi olaraq deyirəm. Cəmin üstünə, fisoda bununla sualımız bitdi. Kim aydın deyir uşaqlar? Mənim bəlkə də bu yarışın ən asan sualı idi. Məncə də asan sual idi. Bu yarış onsuz da ümumi asan idi. 0 həllərə, 0-lardan gedək. Cəminin koduna baxacaqdım, yox. Sən sadəcə kiçik hərfləri böyütmüsən də, yəni deyirsən rəqəmlər vecimə deyil də, yəni nə olursa olsun. Mənim onsuz arasındakı fərq həmişə fərqlər.
ilə böyük. Eşitmədim səsindən. Qırıq-qırıq Hə, gəldi. kiçik ilə böyük arasında fərq həmişə 32 olur da, yəni. Amma Hə, kiçiklə böyük arasında, hə. Hə, bu D sualı var idi. Deyir ki, string o vaxt belə kvadrat string adlanır ki, bir dənə stringi ard-arda yazanda alınan stringlər kvadratdır. Məsələn, burada A-nı ard-arda yazıb olub AA, ZG-ni ard-arda yazıb olub ZG, tri-ni ard-arda yazıb olub tri. Bunlar düzgündür, yəni kvadrat stringlərdir. Siyahıta yes verməlisən. Amma nə vaxt ki, kvadrat deyilsə, onda no verməlisən. Birinci uşaqlar, no-nu ən başda necə təyin eləyə bilərik? Yəni, hansı halda dəqiq olaraq cavab no-dur? Heç baxmamıza ehtiyac yoxdur stringin özünə. Denən Cavidə. N nə? N nə olsun? İndi bu N-dir. Bu hansı nəyindir? Yəni S-size. Aha, S-size. Yəni uşaqlar, stringimizin uzunluğu tək ədəddirsə, bu heç vaxt kvadrat ola bilməz. Yəni necə olub ki, 2 dənə stringi ard-arda yazmır? Yəni bir dənə stringi ard-arda yazmışıq, tək uzunluqda bir şey alınır. Yəni bu mümkünsüz bir şeydir. Yəni birin tək ədəddən üstünə tək ədəddə gələndə cüt ədəd alınır, cüt ədədin üstünə cüt ədəd gələndə cüt ədəd alınır. Ona görə birinci yoxlayırıq ki, uzunluğumuz təksə cavab tək, cavab no-dur. Bu birinci şərtimiz. İkinci bəs necə yoxlaya bilərik ki, məsələn, bunun cavabı yes-dir. Nə düşünürsünüz? Məsələn, necə yoxlaya bilərik ki, bu 2 dənə tri sözündən əmələ gəlib? Müəllim, məncə indekslərinə baxmaq olar. Müəllim, məntiqən x əgər indeksləri ondan 2 dəfə yuxarıdakı indeksdə yerləşibsə, bu cəhətdən fikirləşmək olar. Olar. Qəşəng üsuldur. Yəni, Çünki belə baxanda görsənir ki, indekslərin arasındakı fərq sabitdir də. aha, düzdür. Bu birinci həll yolu uşaqlar. Yəni, məsələn, bu T-lə bu T, bu R-lə bu R, bu E-lərlə bu E, bu E-lə E. Məsələn, indekslərinə baxsaq, indeksləyək, məsələn, bu 0-dadır, 1, 2, 3, 4. Bu 4-dədir. Həmişə aralarındakı fərq nə olacaq bəs Əkbər, onu da deyə bilərsənmi? Müəllim, elə 4 olacaq, mən belə görürəm. Bəs yaxşı. Bunun üçün neçə olacaq? Ay, sağ ol. 10 deyəcəkdim. Məsələn, 0, 1, 2, 3. Mən əslində elə onu deyirdim, yarısı qədər getməyi. Sadəcə siz 4 göstərdiniz, mən də elə fikirləşdim. Aha, tamam. Bu birinci uşaqlar üsul. Yəni SI bərabərdirsə, məsələn, bir dənə x dəyişəni götürək. Deyək, bu bərabər olsun S-size böl 2-yə. Böl 2-yə. Hə, SI bərabərdirsə, SI üstə gəlsin x-ə, bir problem yoxdur. Bəs uşaqlar, bu belə yoxlayacağıq bunu forla. Bu for hara qədər dövr eləməlidir? Ən axıra qədərmi, yoxsa başqa bir yerə qədər? Mənim yarısına qədər də. Ay, sağ ol, stringin yarısına qədər. Çünki bura gəlsəm artıq bundan nəyi müqayisə aparacam ki, yəni mənası yoxdur. Bu birinci üsul uşaqlar. İkinci üsul nə eləyə bilərik? Belə bir şey eləyə bilərik. Məsələn, ZG. Bir for apararam 0-dan S-size böl 2-yə qədər. Bir dənə boş string götürərəm. Məsələn, S1 bərabər olsun boş stringə. Bunları S1-in üstünə gələrəm. Bir dənə də S2 götürərəm. Bu foru da başladaram S-size böl 2 üstə gəl 1-dən S-size-ə qədər. Elə bil ortadan bölərəm də stringə. S1-in üstünə buradakı hərfləri gələrəm. S2-nin üstünə də buradakı hərfləri gələrəm. Sonra axırda yoxlayaram ki, bu S1 ilə bu S2 bərabərdirsə, cavab yes-dir. Bərabər deyilsə, cavab no-dur. İndi gəlin ikisinin də kodunu yazaq. String S, sin S. Birinci, məsələn, yarısını götürək. S-size böl 2 olsun. Forumuz gedəcək int i 0-dan
SI yarıya bərabərə qədər gedirmi? Yox. Elə nümunə olaraqdan yazaq, oradan gedək. ZG, ZG. Altdan indekslərində yazaq. 0, 1, 2, 3. Yarı I++. İndi bir dənə də bul götürək. Tapıldı bərabər olsun, məsələn, trueya. Deyək ki, əgər SI bərabər deyilsə, SI üstə gəlinsin yarıya. Onda tapıldı bərabər olsun false-a və break elə. Və burada da yoxlayacağıq ki, tapıldı əgər true olaraq qalıbsa, əgər belə mənfi bir hal tapmayıbsa, bərabər olmamaq halı. Cout-a ver yes, else-də də cout-a ver no. Bir dənə də burada başda dediyimizi yoxlayacaq ki, size faiz 2 bərabərdirsə 1-ə, cout-a ver no və return 0 elə. Bu birinci yanaşma. Hələ bir dənə baxardınız da, orada yes-i kiçiylə yazır. Kiçiylə yazır. Bu birinci yanaşma. İstəmirəm sizinlə alıb verəməməzlik olsun. Kimə aydındır bu yanaşma? Problem var uşaqlar? Xeyr, müəllim. Digərləri? Yoxdur müəllim. Müəllim sakitçiliyi onsuz başa salırdı. Bu bir. İkinci yanaşma. String, 2 dənə string götürürük. S1 olsun. Yox, uzadacaq. Bu səfər uzun oldu. Bu mənim deyəcəyim yanaşmaydı. Siz məndən daha qısa həll tapdınız. Müəllim, böyük ehtimal ki, heç ağlınıza gəlmədi bu. Yəni əvvəl bəlkə də belə yazmışam. Sadəcə bu yanaşma daha sadə gəlir deyə adətən uşaqlar bunu deyəcəkdim, amma siz mənə qabaqladınız, o birini dediniz deyə də onu dedik üstündən. Bu bir. Deməli, yarıya qədər ləbi ki, stringi 2-yə böldüm. Məsələn, ZG, ZG-də bu yarı ilə for gedir. S1-in üstünə gəlirəm buradakı S-ləri. Bu bir. İkinci form isə yarı plus 1-dən gedir. S-size-ə qədər. Elə bir ki, bu hissəyə baxır. Bunda da S2-nin üstünə gəlirəm. İndi deyəcəm ki, S1 S2-yə bərabərsə cout-a ver yes. Else cout-a ver no. Bu da ikinci yanaşma. Müəllim, əslində orada da fərqi yoxdur. Yəni hardasa eynidir. Sadəcə iki yanaşmanı görmüş olasınız. Ekranım dayandı, bilirəm. Əsəbləşməyin. Müəllim, recordinga bir dənə baxın da. O hələ bayaqkindadır bu. I am programming on Python. Müəllim, 100% donacaq. Elə demin düşə. Ayda bu yenə. Müəllim, keçən dəfə 2 dəfə də elə şey yaşadım. Elə bildim kompüterimdə problem var. Qorxdum ki, bütün dərslərimdə elə olacaq. Nə deyir bu? Yarı demişdim bunun adına. Bayaq onu sildim saçma. Nə? Gözləyirək. Baxıraq görək. Nəysə gözdən qaçırmışıq. Müəllim, əvvəlki əldə düz vermişdi. Deyəsən. Çünki Bəli. məsələn ZG-ZG-də 0, 1, 2, 3. Yarı plus 1-dən getməməliyik. Düz deyirsən, yarıdan getməliyik. Çünki bu for 0, 1-i dövr eləyəcək. Bu isə 2-lə 3-ü. Elə yarının özü də 2-yə bərabərdir, düzdür. Düzdür. Yarı plus 1-dən yox, yarıdan getməlidir. Elə 2-yə böləndə belə olmalıdır. Çünki burada bərabər yazmamışıq. Bu birinci yanaşma. String 3 ən rahat yarışlardan biri deyə stringdir. Bilirəm, elə qoyanda yarışı elə ona görə dedim ki, string 3 əslində rahatdır. Cavidan yazdı.
Cavidan sinifdə gəlir hamını gətirir. F. F sualını asan uşaqlar. Bunu izah eləməyəcəm. Özünüz yazarsınız. Müəllim, bir dənə şərtini deyin də. Aha, onu deyəcəm. R sualına oxşuyur bayaqki kimi. Sizə yenə bir string və ədəd verir. Deyir ki, əgər add desəm, sənin başda bir dənə x bərabər 0-ın var. Add desəm, x-in üstünə gəl bu A-nı, elə bil cəmimizi artıraq da add eləyək, üstə gəlirsə. Subtract A desəm, x-ə vur bu A-nı. Subtract desəm çıx, multiply desəm isə vur. Yəni, məsələn, baxın burada. Müəllim, bu deyəsən daha çətindir erdən. Niyə ki? Heç set də yoxdur. Başda bir x bərabər 0 dedik. Aha, elə onu deyirəm. O setli versiyası idi. Hətta bunda set belə yoxdur. Baxın, x bərabərdir 0-ınız var. Yoxluyursunuz ki, string add sözünə bərabərdirmi? Onda x-in üstünə gəl bu A-nı. Bu 1. Subtract sözünə bərabərsə x-dən çıx bu A-nı. Subtract sözünə bərabərsə yenə çıxacaq. Multiply sözünə bərabərsə də bunu vuracaq x-ə. Məsələn, 0-ın üstünə gəldi 2-ni 2, 2-dən 5-i çıxdı -3, -3-dən 1-ini çıxdı -4, -4-də vurdu -3 elədi 12. Dərnəkbər. Müəllim, içimdə bir dənə maraqlı bir dənə sual var, müəllim. Qorxuram. De gəl. İndi biz müəllim olimpiyada yaxınlaşır. Olimpiyadaya hazırlıqda biz məsələn keçmişdə qalan, hələ də suallı olan suallarımızı işləyəcəyik təkrarda. Maraqlı sualdır. İşləməyəcəyik, yeni suallara baxacağıq, amma siz əvvəllə gedib oradan sualları tapıb verə bilərsiniz. Və yaxud da mən sizin yerinizə olsam, indi təkrara başlayacağıq. Gedərəm ən əvvəldəki yarışa, harda boşluğum varsa və yaxud da hansı sual mənə o vaxt çətin gəlibsə, onu bir də yazaram. Çünki o vaxtki sizlə indiki siz bir deyilsiniz, daha güclüsünüz. Yəni, mən sizin yerinizə olsam. Müəllim, bəlkə də o vaxtdan bəri hələ də o yarışda o sual varsa məndə. Yəni, onda verə bilərsən sualı, bir də baxa bilərik. Amma yəni, spesifik olaraq bir də arxaya qayıdıb hər suala baxmağa vaxtımız çatmaz. Çünki yeni tipli suallar görməlisiniz. De gəlsin. Nəsə deyən uşaqlar, birbaşa deyin geçsin. Sən işte dərsdə yazırsan. Ev tapşırığını burada həll edib gedir. Ev sualı belə uşaqlar. Ev sualı asan idi. Ona görə kodunu sizə buraxıram. Hə, gəlin buna baxaq. Bu da asandır əslində. Çox maraqlı sualdır. Keçən yarış kalkulator yaradırdıq. Müəllim, biraz təxmin elədim şərtini elə bil. Kondisioner pultu yaradırıq. Asandır əslində bu da. Okey. Bizə deyir ki, yəni əslində uşaqlar görürsünüz hər bir nəyinsə arxasında bir proqramlı bir şey vardır yəni. Mən həmişə belə tipli sualları daha çox sevirəm ki, göstərir ki, həqiqətən yazdığımız kod bəzən real bir şeylərə təsir göstərə bilir. Məsələn, məktəb dərslərinə ona görə yəni öyrədirdilər, sadəcə real tətbiq sahəsi yox idi. Düzdür, var, amma o cəhətdən göstərmirdilər heç vaxt. Ona görə sıxıcı gəlirdi ki, sadəcə dərs öyrənmək məqsədilə öyrənirik. Burada başqa nə sözü var? Elə bunun şəklini çəkməliyəm. Müəllim, əməlli dəyişmişik. Keçən ilki bizlə indiki bizim fərqi çox deyə informatikada. Yəni uşaqlar. Yaxşı bir şeydir. Bu sayədə gedəsinizsə, vəbşə yaxşı bir şeydir. Çünki burada öyrəndikləriniz sizə çox yaxşı bir baza verəcək. Nəyəsə başlamamışdan qabaq. Baxın uşaqlar, burada sualda deyir ki, 4 dənə funksiya var. Freeze funksiyası, heat funksiyası, auto, bir də fun. Və bizə 2 dənə dərəcə verir. Birinci dərəcə bizim otağımızın hal-hazırdakı dərəcəsi olur. Məsələn, düşünün ki, hal-hazırda otağınız 10 dərəcədir.
və sizin istədiyiniz dərəcə otağınızın 20 dərəcə olmağıdır. Bunu verir və bir dənə də bu əməliyyatlardan birini verir inputda. Məsələn, tutaq ki, veribdi heat əməliyyatı. Sizdən deyir ki, bu heat əməliyyatınla məsələn 20 eləyə biləcəksinizmi? Eləyə biləcəksinizsə, eləyə biləcəyiniz dərəcəni çıxışa verin. Olmursa da onsuz da otağınız eyni dərəcədə qalacaq. Deyirəm, bir növ otağınızın bu əməliyyatdan sonraki dərəcəsini verəsiniz. İndi əməliyyatlar necə olur? Freeze odur ki, otağınızın temperaturun ya olduğu kimi qalacaq, ya da aşağı salacaq. Yəni aşağı sala bilir temperaturu. Yəni freeze aşağı sala bilir. Heat yuxarı qaldıra bilir. Auto həm aşağı sala bilir, həm yuxarı qaldıra bilir. İkisini də eləyə bilir. Fan isə heç bir dərəcədə dəyişiklik eləmir. İndi uşaqlar, baxın məsələn, mənə verilib 10 və 20. Mənə də bir dənə də verilib freeze funksiyası. Mənim otağımın temperaturunu 20 eləyə bilərəmmi bu funksiya ilə? Mümkündür belə bir şey eləmək. Aha, ona görə Bəli, otağın müəllim. temperatur bəli. Ay, yox, çaşdım. Hit olsaydı eləyə bilərdik, freeze-də yox. Freeze deyə otağımın temperaturu eyni qalacaq uşaqlar, yəni 10 qalacaq. Yəni dəyişməyəcək buna görə. Yəni qaldıra bilməyəcək özünü ora. İndi məsələn, fərz eləyək ki, autodur. Cavab nə olacaq? Müəllim eləyə bilir əslində hər ikisini də. Ona görə də auto Çıxana yes. verəcək. Yes müəllim, yes verməlidir. Yes o deyil uşaqlar, dərəcə verəcək. 20 verəcək. Baxın uşaqlar, cavabımız ya deyə bilərsən. Aha. Aha, elədi. Baxın uşaqlar, ya cavab otağımızın öz temperaturu olacaq, çıxışa verdiyimiz cavab, ya da həqiqətən istədiyimiz o temperaturu alacağıq, onu verəcəyik çıxışa. Yəni cavab ikisindən biri Müəllim, olacaq. eyni qalanda fən olur da məncə. Fən olanda eyni olur. Fən olanda, fən yəni heç bir temperaturu nə aşağı salma qabiliyyətinə malikdir, nə də yuxarı salma qabiliyyətinə malikdir. Hə, fən olanda elə birbaşa otağınızın temperaturu nədirsə onu verə bilərsiniz. Otağınızın temperaturu nədirsə birbaşa onu verə bilərsiniz elə. Çünki fən heç nəyi dəyişməyəcək. Autodursa birbaşa istədiyiniz dərəcə nədirsə onu verə bilərsiniz çıxışa. Amma freeze-lə hitə gələndə if-lər yazmalısınız. O if-lər necə olmalıdır? Bəs niyə ekranım dayanır bilmirəm. Buna məncə çarə tapmalıyam. Ya da Google Meet-i dəyişməliyik, başqa bir yerdə qoşulmalıyıq. Nəsə düşünəcəm onu gələnlərsə. Baxın uşaqlar, yoxlayacağıq ki, əgər düşünün ki, T1 bizim otağımızın öz temperaturudur. T2 də istədiyimiz temperaturdur. Əgər T1 T2-dən balacadırsa və funksiyamız freeze-dirsə, onda cavabı bunun nə olacaq? Elə T1 olacaq, çünki dəyişməyəcək. Hə, əgər heat olsaydı, onda nə olacaq cavabımız? T2 olacaqdı. Bunun indi bir dənə də əksini düşünək. T2 T1-dən böyük olduğu ehtimalı düşünək. Freeze-dirsə nə olacaqdı cavab? T1. T1. Bir saniyə. Eyni şey yazdım, hə? T1. Belə olmalıdır, hə. İndi nə olacaq bəs cavab? T2. Aha, T2. Bəs heat-dirsə nə olacaq? T1. T1. Bu belə. Bir dənə də auto ilə fana yazaq. Heç auto ilə fanda bunları yoxlamamıza ehtiyac yoxdur. Autodursa birbaşa cavabımız nə olmalıdır? Elə T2-nin özü. Çünki istədiyimiz temperaturu həmişə eləyə biləcəyik auto ilə. Balaca oldu, kiçik oldu, fərq eləmir. Fandırsa nə olacaq? T1. Çünki dəyişməyəcək heç vaxt temperatur. Vəsə. Gedir indi bunu kodda yazmağa. LL T1 T2. Sin T1 elədim, bir də T2 elədim. String S. Birinci yoxlayıram. S
Altoya bərabərdirmi? Altoya bərabərdirsə T2-ni ver çıxışa. İstədiyim temperaturu eləyə biləcəm bunun vasitəsilə. Else S bərabərdirmi fana? S bərabərdirsə fana Cout-a T1 ver. Çünki otağımın temperaturu nədirsə elə onu dəyişəcək. Yəni Eyni qalacaq müəllim. o da olar. Yəni yerlərini dəyişdirə bilərsiniz. O da olar. Hə, yəni necə istəyirsinizsə. Mən sadəcə elə bayaq dediyimiz ardıcılığına yazırdım ona görə. İndi uşaqlar, freeze-dirsə fərz eləyək ki, T1 T2-dən balaca. Hətta freeze-dirsə çıxışa nəyi verməlidir? Həm 2 ədədi minimum verməlidirmi? Deyə bilərikmi belə bir şey? Müəllim deyə bilər. Aha. Çünki uşaqlar, məsələn, 10-20-də cavabımız 10 olacaq. Otağımızın temperaturu necədirsə elə qalacaq. 20-10 olsa da 10 eləyəcək. Çünki minimum verəcək. Yəni, minimum temperatur həmişə freeze-də alınacaq. Else if S-in heat-ə bərabər olanda onda nə? Müəllim hitdə də elə maksimum. Ay, sağ ol. So, bundan da sual bitdi uşaqlar. Məsələn, yoxlayaq. 10, 20, auto. 20, 10, 20, freeze məsələn. 10. So, submit eləyək. Aydın oldu uşaqlar bu sual. Məncə maraqlı sual idi. Müəllim, məncə maraqlıdır. Bir dənə sualım qaldı. Müəllim, elə o sualdan müəllim əslində. Hə, bu da asandır uşaqlar. Baxın. Deyir ki, sizə bir string verilir. Əgər heç bir F hərfi yoxdursa, Cout-a verməlisiniz -2. Əgər F-lərin sayı bir dənədirsə, Cout-a verməlisiniz -1. Əgər S-lərin, S-nə deyə F. Əgər F-lərin sayı 2 və 2-dən artıqdırsa, onda Cout-a verməlisiniz ikinci F-in indeksin. Baxın uşaqlar, yavaş-yavaş gedək. Birinci, heç bir F yoxdursa, Cout-a -2 vermək asandır, düzdür? Neyniyərəm? If S-i F-ə bərabər olanda saylarımı artıraram. Ən sonda nə deyərəm? Say 0-dırsa, Cout-a -2 ver. Say 1-dirsə, Cout-a -1 ver. Hə, say 2 və yaxud 2-dən artıqsa mənə ikinci F-in indeksi lazımdır. İndi ikinci F-in indeksi necə verərik sizcə çıxışa? Kim nə fikirləşir? Məsələn, burada necə verim bu 3-ü? Düşünün, əslində asandır. Əkbər kimi bir dənə səhv fikirlərdən nəsə uydurun. Müəllim, mənim bütün fikirlərim hamısı səhvdir. F-ə bərabər olmasını yoxlayıb. Mənim sualda Yəni, for elə davam eləyə bilər. Hə, promoy bir dənə də I++. Sualda deyir ki, F-lərin sayı, əgər heç bir F yoxdursa, o sənin bir işinə yaramaz. Yəni, çünki sənə spesifik olaraq o ikinci F-in indeksi lazımdır. Yəni, ondan sonra necəsə baxmamalısan. Muhammed, sualda onu istəyir ki, sənə sözlər verəcək, yəni söz verəcək daha doğrusu. Yoxla ki, əgər heç bir F yoxdursa, Cout-a -2 verməlisən. Məsələn, bu sözdəki kimi. Əgər bircə dənə F varsa, Cout-a -1 verməlisən. 2 və yaxud da 2-dən artıq qədər F varsa, onda ikinci F-in indeksini verməlisən. Yəni, məsələn, burada ikinci F-in durduğu indeks 3-dür. Ona görə 3-ü verməlisən çıxışa.
Sual şərti aydındır. Bəli, müəllim. Eee, Müəllim, bu qədər gözəl sualın ortadakı sətrinə görə kod qat-qat çətinləşir. Çətinləşmir əslində. Baxın uşaqlar. Gəl ən sadə olan tutaq ki, ortadakı yoxmuş kimi davranaq. Say götürürəm. Deyirəm ki, 0-dan S size-a qədər get. SI F-ə bərabərdirsə, say plus elə. If say bərabərdirsə 0-a, Cout-a ver -2. Else if say bərabərdirsə 1-ə, Cout-a ver -1. Qaldı indeksi vermək uşaqlar. Baxın, say burada artır, düzdür? Məsələn, Kofe sözündə birinci səfər bu F-i görəndən sonra sayım nəyə bərabər olacaq? 1-ə, düzdür? İkinci səfər bu F-i görəndən sayım neçəyə bərabər olacaq? 2-yə. Əslində say həm də nəyi bildirir? Ay, sağ ol. If say bərabərsə X bərabərdir 2. Bəli. Cout-a I. Uşaqlar, Bəli, say müəllim. həm də bizə neçənci F-ə baxdığımızı bildirir for dövr elədikcə. Çünki sayım 2-dirsə, mən ikinci F-ə baxıram hal-hazırda. Sayım 3-dürsə, üçüncü F-ə baxıram. Onda sayım 2 olanda da Cout-a I-ni ver və Müəllim, break elə. çox məntiqlidir. İşte buna da düzdür. Çətin düzdür. Düzdür. Nəyə çətin hamıyasın. 2 + 2-yə də çətin bir Müəllim, riyazi burada bir problem dənə qəribə üçün tərəf baxın. odur ki, say həmişə o 2 olmur axı. 2 olmursa demək ki, ikinci F yoxdur da. Yox müəllim, onu demirəm. Burada deyəsən şərtdə deyirdi ki, 2 və 2-dən böyük olanda, yəni say 3 də ola Okey. bilər mən. Olsun da, mənə ikinci F-in indeksi lazımdır. Hə, sənə həmişə ikinci F-in indeksini istəyir. Bax, Müəllim, secondary. ikinci lazımdır. Aha, həmişə onu deyir. Mütləq ikinci. Müəllim, axırıncı olsaydı biraz çətin olardı. Necə olsaydı, məsələn, ən sonuncu F-in indeksini ver. Bəli, müəllim. Onda bilsən nə edərdin? Yox, ən sonuncu F-in indeksi zaten, hə, onda belə bir şey edərdin. Yox. Bir dənə indeks götürərdin, 0-a bərabər olsun. Həmişə indeksi burada i-yə bərabər eləyərdin. Və nəticədə Cout-a sən indeksi verəndə avtomatik olaraq ən son nəyə bərabər eləyibsə, ən son F-ə baxanda hansı i-də idisə, onu verəcəksən də. Tamam. Və yaxud da daha başqa üsul deyim sizə. Vektor. Vektora buradakı indeksləri pushback eləsəniz uşaqlar. V0 birinci F-i bildirəcək bir növ. V1 ikinci F-i. V2 varsa üçüncü F-i. Yəni bir növ artıq bütün F-lərin indeksi vektorun içindədir. Siz artıq məsələn Cout-a gedib hansını istəyirsinizsə onu verə bilirsiniz. Yəni hər şeyə bir həll tapmaq olur uşaqlar. Müəllim, təkrara az qalıb, yaxını. Təkrar mən elə bilirdim string üstə qutarsınız, bugün başlayırıq. Başlaya bilmədik. Müəllim, elə istəyirəm ki, başlamayaq. Amma başlasaq yaxşı olardı uşaqlar, çünki 3-cü gün dərsimiz olmayacaq. Yəni 3-cü gün dərs olmayacaq. Yox uşaqlar, mən ayın 11-dən 15-nə qədər Qubada yarışdayam. Ona görə Müəllim, Dərs onda heç- 6-cı gündə olmayacaq. yox 6-cı gün olacaq. Amma 15-ini deyəsən 6-cı gündür. 15 16-sı. Amma uşaqlar 16-sı 6-cı gün bəlkə yeni axşama saldıq. Çünki bir dəqiqə imtahanın dəqiq vaxtına baxım sizə deyirəm, bir saniyə elə sizdən baxaq. Əgər günortadırsa, böyük ehtimalla yeni axşama salacağıq 6-cı gündəki dərsə.
Bir də bu 3-cü gündə Ortadır imtahan. hansı imtahan? Mənim imtahanım. Mənim seçim bəli mənim. Günortadır, prosta səhərə sala bilərik, düzdür. Prosta mən 5-ci gün gələcəm deyə yorğun olacam, biraz imtahana qədər dincəlməliyəm. Axşam gəlirəm deyə. Ona görə Müəllim, yox, onu deməyəcəkdim. Deyəcəkdim ki, müəllim, lazım olsa səhər saat 8-də olardı. çətin. Yəni elə olsa imtahana çünki gəlib səhər tezdən hazırlaşacağam. Ona görə yəni bu Müəllim, dəfə mən saat 7-dən oyanıram onsuz. bu dəfəlik də axşama salaq, sonra nə olmayacaq uşaqlar. Bir də bu 3-cü gündəki dərsi tətil günlərinizdə əvəz eləyəcəyik. Müəllim, bazar günü evdə olacaqsınız, yəni Qubada yarışda olmayasınız. Bu bazar, Yox, gələn bazar. gələn bazar bir saniyə. Hə, evdə olacam. Mən 3-cü gün Bazar dərs günü. Gələn bazara salmaq olar. Bazara salmaq olar əgər hamıya uyğundursa, amma mən özümə də hələ dəqiq uyğun olub olmayacağımı bilmirəm. Çünki ola bilsin harasa getdim də, yəni dəqiq bilmirəm. Ona görə Mənim sizə uyğun olsa bizə də uyğun olur. bunu həftə içi danışarıq uşaqlar. Yaxşı, yəni 4-cü gün falan mən sizə dəqiq deyərəm. 6-cı gündəki dərsi nə edəcəyik? Yəni axşam olacaq yoxsa bazar günü olacaq? Yəni səhər olmayacaq, bu dəqiqdir. Çünki saat 1-də başlayır. 3-cü gün dərs olmayacaq. Amma əvəz eləyəcəyik, yəni onu narahat olmayın. Sizin o Qurban bayramı tətili olacaq da deyəsən. Onu da əvəz Müəllim, eləyəcəyik. ondan əlavə Qurban bayramı tək deyil. Hə, bilirəm, orada nəsə Müəllim, sən demişdin Ondan sonra tətillər. müəllim iyuna qədər tətildəyik bu gündən sonra. Həm biz tətil deyilik. Bizim bekliyimiz, keçkimiz var. Müəllim, həqiqətən mayın yarısı tətil deyə. Bir saniyə, onda 3-cü gün dərs olmayacaqsa uşaqlar. Mən təkrar 1 yarışını da qoyacağam sizə. Təkrar 1 yarışını qoya bilməm bir saniyə. Nəsə oldu bir icazə. Mənim qoya bilmirsiniz? Uşaqlar, Müəllim, məpi bir dənə keçək. Yox, qoyacam onsuz da, narahat olma. Müəllim, elə bildim məpi İndi nəsə error verir, keçməyəsiz. amma qoyacam. Mənim indi keçəcəyik. Nətər Əkbər səsin gəlmir. Nə Müəllim, oldu? elə bildim məpi keçməyəcəyik, sevinmişdim. Mənim internetimiz deyəsən pisdir. İndi keç. Müəllim, internetiniz həqqı Məpi- yoxdur. İnternetim haqqı yoxdur. Gözlüyümü bir dəqiqə düzəldirəm. Düzəldi mənim deyəsən səsimiz gəldi. İndi gəlir səsim. Müəllim, gəlir amma ekran Bəli. falan donur. Onda gözlə ekranı. Mənim Mənim bugün indi keçməsə düzəldi. var. Bugün keçməsə olarmı? Olarmı? Mən təkrarı qoyum. Mən məncə keçməyəcək. Ondan sonra təkrarı qoyum. Müəllim, məncə də keçək. Yenə mənim manipülyasiya eləyirsiniz uşaqlar. Müəllim, əslində 4 nəfər keçə yerdə bilərik. keçməyək. Niyə görə Müəllim, keçməyək? motivasiya olaraq deyirəm ki, başqa dərslərə baxdığım üçün bilirəm ki, məh çox asandır. Ona görə keçmək olar. Asandır uşaqlar, Müəllim, qısa bir şey. təkrar işləyirlər. Xahişim. Təkrar işləyirsiniz, yoxsa təkrar yarışını qoyuram. Onun içində prosta məhv də var. Müəllim, map işləmir. Yo, stringə əvvəlcədən baxmışdım, amma asan deyildi. Uşaqlar, bir dənə amma diqqətim bura versin. Məhvi bir dənə deyək, sonra şey eləyərik. Məhv uşaqlar.
Map içində 2 dənə dəyər saxlayan bir şeydir. Biri key adlanır, digəri isə value adlanır. Və hər bir elə bil düşünün ki, açarların öz bir dəyərləri olur belə. Map birincisi burdan gedək. Necə yazılır? Elə map yazılır. Və uşaqlar, içində eynilə tanıdımı belədir, vektor kimi. Hə, o map kimi deyil də, yəni burdakı map biraz başqa cür kimidir. Eynilə vektorları falan necə tanıdırdıqsa bu işarələrlə map'i də elə tanıdacağıq. Amma map'in içində uşaqlar 2 dənə data tip dayanacaq. Bunun biri ki, hansı data tipə uyğundursa onu olacaq və bunun dəyəri nədirsə onun data tipi olacaq. Yəni nə demək istəyirəm? Məsələn, map'də indi həmişə tutaq ki, LL və yaxud da yazırdıqsa, map'də indi məsələn 2 dənə şey yazacağıq, data tip. Məsələn, string LL yazıram. Məsələn, adını qoyaq yaş. İndi başa düşəsiniz daha yaxşı. Bu nə deməkdir uşaqlar? Yaş bunun massiv kimi olur. Məsələn, yaş amal bərabər olsun tutaq ki 18-ə. Bu artıq bilirsiniz nədir uşaqlar? Baxın, bunun içində yazdığımız keydir. Yəni bunun elə bir ki açar kimisi. Və bunun o value-su da LL-dir. Görürsünüz? Buradakı stringdir. Bunun dəyəri isə LL-dir. Məsələn, sonra yazaq tutaq ki yaş Əkbər atıram məsələn 14. Nə bilim Cavidan. Müəllim, hamımızda 10, 12, 13-dür. Yəni under 15 lazım deyil. Təqribən yazıram da uşaqlar. Nə bilim Cəmil olsun 16. Muhammedə yazıram 35. Mənim özləri istəyə gəldi. 20. Murada da yazıram məsələn 24. Baxın uşaqlar. Bu artıq hər bir şeyin, dəyərin bir dəyəri var qabağında elə bir ki, belə saxlanılır məsələn. Bu məsələn burada keylər toplanır sol tərəfdə. Məsələn Amal, Əkbər belə-belə. Və bunların bir də qabağındakı dəyərləri olur. Və bizdə bunun içinə yazanda, məsələn siz ola bilərdi ki, bura 5 yazmaq istəyərdiniz, onda bunu eləyəcəkdik avtomatik. Amma string yazmışıqsa, onda bunun içində string dayanacaq. Və cout-a gedib əgər yaş amalı versək, nə verəcək çıxışa? 18. Aha, 18 verəcək. Versin 18. Məsələn, uşaqlar, bunun isə fərqlisini yazsaydıq, məsələn, Murad yazsaydıq, gedib 24-ü verəcəkdi. Bura qədər hələ ki bir sual yoxdur ki. Xeyr. Xeyr, müəllim. Müəllim, burada elə bil bizim yaşımızı göstərir də. Bu dəqiqə Yəni yazdığımız buradakı koda görə. buradakı koda görə hə. Sonra uşaqlar, məsələn, yaş amal 18 yazmışam, yenə yaş amalı yazsam və bunun qabağında 20 yazsam, amalı çıxışa versəm sizə nə verməlidir? Müəllim 19. Niyə ortasını verdi? Müəllim fikirləşirəm ki, 2 dənə ortasını amal verəm. var. Mənim 2 dənə amal olduğu üçün tapdırdıq Yox. ki, biləcək. Yox. Qala. 2 dənə amal yoxdur. Bir dənə amal var. Baxın uşaqlar. 2 dənə amal yoxdur. Biri yaranıbdır və həmin amalın dəyəri 18 idi. Amma indi həmin amalı bir də çağırıram və artıq dəyərini deyirəm ki 20-dir. Avtomatik olaraq ən sonda yazılan dəyəri ona verir. Yəni artıq əvvəldəki dəyər itmiş olur. Yəni yenə yaş amal yazsam və bunu 22-yə bərabərləsəm artıq 22 olacaq. Yəni ən son nə yazılıbsa ona bərabər olur bir növ. Tamam? Burada bir sual yoxdur ki. Müəllim, bəs map'in
set kimidir. Yəni set kimi bir Yo, dənə yo, olaraq qəbul eləyir. yox. Hə, elədir, hə. Yəni çünki zaten yəni düşünün ki, uşaqlar, bunlar indekslərdir və hər indeksində bir dəyəri var da. Siz məsələn, necə ki massivdə məsələn tutaq ki A0-nız 15 olanda, sonra gedib qıraqda A0-a 17 yazıb siyahıda A0-ı versəz 17 verəcək, düzdür? Eynilə bu da elədir. İçində Bir şey yazılan olur ki, indeks ki, necə? massivdə elə bir şey var idi. Yəni istədiyin elementi dəyişə bilirdin də. Yəni məsələn AI bərabərdir, AI çıx 1 yazmırdın və yaxud da yəni Bəli, istədiyin bəli. bilərik də. Dəyişə bilirdim. Aha, bu da elə uşaqlar. Sonra məsələn, mən burada yaş əkbəri yazmamışam, düzdür? Yazmamışamsa uşaqlar, əgər heç bir dəyərini tanıtmamışamsa, avtomatik olaraq mapdə yaş əkbər yaranır arxa planda və onun dəyəri olur 0. Yəni bunun işləmə prinsipi belədir. Əgər mən nəyəsə tanıtmamışamsa, bu avtomatik arxa planda yaş əkbəri yaradır və onun dəyəri olur 0. Yəni bu spesifik olaraq belədir. Yəni bir dəyər verməmişəmsə, onun dəyəri avtomatik olaraq 0 olur ən başda. Denən əkbər. Müəllim, bəs burada biz çıxışa yaş əkbər bərabərdir 12 yazaraq yazsaq, bizə Yox, 12 qaytaracaq məsələn. çıxışda elə bir şey yaza bilmərik. Çıxışda error verəcək. Amma burada yaza Müəllim, bilərik. bəs içərisində Yox. Gərək onda ancaq burada yazasan. Yox, 1 verəcək. Çünki yaş əkbər hal-hazırda 0-dır. Hə, elə yazmışdımsa, hə, yadımdan çıxdı. Elə olsaydı, hə, 13 verəcəkdi. Və yaxud da indi burada 0 deyə 1 verdi. Hə, 1 verdi. Sonra uşaqlar, mapdə bir dənə size var. Məsələn, yaş size-ı çıxışa versəm nə verəcək? Sizcə nə verəcək? Gözlə baxmayın. 3. Son qərarınızdır. Son qərarlar. 3. Mən 60. Survivor-da kimi eləyək, açıyorum. 60. Necə biri? Tutmuram müəllimə. Çünki Mən uşaqlar, dedim ölçü istəyir, ona görə topladım. uşaqlar, keylərin sayı, yəni Müəllim demişdi sayı bizə bir dənədir, bir dənə göstər. neçədə nədirsə. Bir də normal var da. Aha. Bəs uşaqlar, məsələn, indi buradakı çıxışları mənə deyərsiniz. Çıxışlar necə olacaq? Yəni ekranda nə görsənəcək? Müəllim, burada 0 verəcək, qabağında da 1 verəcək. 0, 1 müəllim. Bər yox, 0. 0, 1 yoxsa Altdan 0, 1. Müəllim, 0 altdan 1. 0 altdan 1. 0, 1. 0 altdan 2, Cəmil nə deyir? 0, 1. 0, 1 deyir. Birincisi heç birini vermir uşaqlar, çünki burada vergül nöqtəni qoymamışam. Müəllim, 0 altdan 1. 0 altdan 1. 0 altdan 1 verməyəcək, 0 altdan 2. Müəllim, yaş əkbər niyə onu Çünki qəbul mən- eləyir ki? Çıxışa Müəllim, ver. iki niyə verir ki? Çünki bir də əsəbləşməyin uşaqlar. Çünki mən bayaq nə dedim? Yaş əkbər olmasa belə biz bunu çıxışda yazırıq deyə və yaxud da ekranda, yəni bu int main-in içində təzə yaş əkbər gördüsə, dəyəri oldu, olmadı. Arxa planda gedir yaş əkbəri yaradır və onun dəyəri olur 0. Yəni siz olmayan belə bir şeyi burada çıxışa vermək istəsəniz, avtomatik olaraq mapdə həmin şey yaranmış olur və dəyəri 0 olur. Və ona görə də burada size 2 olur. Yəni Müəllim, bir əkbər dənə belə sual verin də yenə, bəlkə də biraz. Hal olsun Cavidan. nəsə deyəcəm ha. Ayda müəllim, bu nədir? Ayda müəllim, çox çaşdırıcıdır.
Hə. İndi çıxışlar necə olacaq? Müəllim, mən deyə bilərəm. 1-1. Hə. Hə. Əkbər desin, soram sən de. Sən bayaq demişdin. Müəllim, burada yaş amal deyəndə bizdə Endl istəyirsə, mənim 22 verəcək birinci. Aha. Sonra aşağıda yaş Əkbəri 20 vermişik. Üstünə gələcək yaş Cavidan, yəni 0-ı 22 verəcək. 22. Altdan da bəli müəllim, 22 üstə gəl 0-da. Yox, Əkbər 20 üstə gəl 0, 20 çaşdım müəllim. Aha. 20 20 eləyərəm. verəcək. Altdan da yaş sayz Cavidan var, Əkbər var, bir də Amal var, 3 verəcək. Digərləri təzə bir şey Müəllim. Mən də eynisini deyəcəkdim. 3 mən. 3. Düzdür. Okey. Başa düşdük hamımız. Bəli Məncə müəllim. Çox gizəmli deyə müəllim map. Elə bil açarlar bizə yol göstərir. görürsünüz uşaqlar, map maraqlı dərs. İndi uşaqlar, map-i adətən və ən çox istifadə edəcəyimiz şey o tipli məsələlərdə olacaq ki, bizdə məsələn düşünün bir massiv var. Birinci massivimizi tutaq ki, daxil eləyək. Düşünün massiv var və bizdən istəyir ki, massivdə hər ədəddən neçədənsə onu çıxışa ver. Yəni məsələn, düşünək ki, massivimiz belə bir şeydir. 5 5 2 1 2 3 5 1. Məsələn, burada 5-dən neçə dənədir? 3 dənə, 2-dən 2 dənədir, 3-dən 1 dənədir, 1-dən də 2 dənədir. Mən rekordumuzu yavaş-yavaş qırıram. Ola bilər, hə. Baxın uşaqlar, Mənim recordingdə irəliləyiş var. yox, o hələ dayanır proqramdadır. Ev yox, o arxadan gələcək. Müəllim, əgər o açılmazsa biz batdıq müəllim. Map mövzusunu unudacağıq. Digər uşaqlar Cavidan atardı. hə, Cavidan atardı, düzdür. Ümidlər Cavidana. Hə, uşaqlar. Tutaq ki, sualda bizdən belə bir şey istəyir. Yəni bunu yadda saxlayın əsas. Çünki map-ə ən əsas istifadə edəcəyimiz şey bu tipli məsələlərdədir. Yəni başlanğıc tipləri budur. Yəni hər ədəddən neçəsini də onu istəyir. Nə edəcəyik uşaqlar? Həmişə ayələri görəndə sizə nə edəcəyik ümumən? Bir fikriniz var bunu map-lə necə eləyə bilərik? Mənim sualınızı bir də deyə bilərsiniz. Məsələn, sualda səndən istəyir ki, massiv verilir və hər ədəddən neçə dənə olduğunu istəyir səndən. Məsələn, 5-dən neçə dənədir, onu çıxışa ver. 2-dən neçə dənədir? Yox, siz dediniz maplə Bu yazar. adi massivlə yaza bilmərik. Necə yazarsan məsələn, de görək. Məsələn, necə biləsən ki, 5-dən neçə dənədir? Müəllim, məsələn yazaraq if a-i bərabərdirsə a-ya. Hər ədəddən neçə dənədir, onu verəsən. Spesifik olaraq 5-dən yox. Aydı müəllim, onu da yazamayacaq. Hə. Baxın uşaqlar, bu maplə necə yazacağıq? Düşünək ki, indi yenə bayaqki yaş adlar var idi, düzdür? Hər adımız başqa bir key idi də, yəni açar idi. İndi düşünək ki, hər bir ədədimiz bir açardır. Və onun cavabı həmin ədədin sayı olacaq. Məsələn, mən artıq görürsüz açarımız da long olacağımız üçün buranı da long yazıram. Məsələn, olsun elə MP map'in. Eləyim, orada MP++ eləyəcəyik, onu deyəsən. Ha, necə eləyəcəyik indi? Aysə, elə bir şey eləyəcəyik. İndi uşaqlar baxın, map AI avtomatik olaraq bu təzə açarı yaradır. Mən hər dəfəsində bunun sayını artırmalıyam, düzdür? Hər məsələn AI-ni gördükcə. Yazacağam ki, MP AI++. Vəsə. İndi mən Cout-a gəlib MP 5-i versəm, 5-dən neçəsini də onu çıxışa verəcək. Yəni run eləyək məsələn.
3, 6, 8 dənə ədədimiz var. Müəllim, elə bil bir-bir açarlarla gedir yoxlayırsa hansı qapıya girə bilərəm? Ay sağ ol. Elə bil yoxdursa həmin açardan təzə bir açar yaradır. Bəli, müəllim. Hər dəfəsində həmin açarlardan gördükcə yığır özünə. Məsələn, bu mənimdir, yığa-yığa gedir. Məsələn, bir dəfə elə bil bilirsiniz necə işləyir prinsipi. 5-i gördü, təzə açardı bu. Yaratdı. Mən burada plus eləmişəm. 5 elə bilin sayını artırdı. Gələn səfər deyir ki, mən bu 5-i görmüşəm. Məndə neçə dənə var idi? Bayaq sayını artırmışdım, 1 idi. Onda mən istəyirəm 1-ni də götürüm, oldu 2, 3. Yəni siz onu necə məqsədlə istəyirsinizsə elə istifadə edirsiniz. Məsələn, biz burada həmin şeyi saymaq üçün istifadə elədik. Bayaq necə istifadə eləmişdik? Yaşımızı yadda saxlamaq üçün. Yəni map artıq sizin öz o kreativitinizə qalıb. Yəni o kreativliyinizi necə istifadə eləməyinizə qalıbdır. Amma adətən ən çox rastlanan məsələlər budur. Yəni məsələn, map 5-i verirəm çıxışa, 5-dən neçə dənə verir? Məsələn, uşaqlar, bu massiv üçün məsələn, çıxışa map 4-ü versəm nə verəcək? Müəllim 0 çünki yoxdur. Ay sağ ol. Bəs map 1-i versəm nə verəcək? Müəllim bir dənə gözləyib sayaq da. 2. Aha, 2 verəcək. Aydın oldu budur uşaqlar. Məncə map çox maraqlı mövzudur. Müəllim maraqlıdır. Və uşaqlar, maraqlıdırdan kənar çox sualınızı sadələşdirəcək. Məsələn, uşaqlar, bu sual. Bu sual Respublika Fənn Olimpiadalarına düşüb, özü yarım final turuna düşüb. Düzdür, o vaxtda sualların səviyyəsi biraz asan idi, amma yenə də. Yəni, bir olimpiada sualıdır, əslində Azərbaycan olimpiada sualıdır. Deyir ki, sənə verirəm ki, N dənə kəndin olacaq və həmin kəndlərində nömrələri var elə bil. Məsələn, ikinci kənd düşünün ki, məsələn, Şuşadır, 8-ci Ağdamdır, nə bilim, biri Cəlilabaddır. Belə hər bir rəqəm bir kəndə məxsusdur. Və deyir ki, sizə bir dənə də G verəcəm. Bu G nə olacaq? Bu kəndlərin nömrəsini verəndən sonra 4 dənə, məsələn, neçə veribsə bu G-ni, o qədər səndən sorğu göndərəcək. Müəllim deyə bilərəm, nə başa düşdüm. Denə. Müəllim deyəsən o G-ləri elə bil o G-ləri verib, o G-lərin verdiklərinin sayını tapmalıyıq. Aha, elə eləyəcək. Məsələn, deyir ki, uşaqlar, bir kəndindən neçə dənədir? 1, 2 dənədir, 2-ni çıxışa verir. 8-dən neçə dənədir? 3 dənə, 3-ü çıxışa verir. Bəs 3-dən neçə dənədir? Yoxdur, 0 verir. 2-dən neçə dənədir? 2 dənə, 2-ni də çıxışa verir. Məncə asandır, artıq bayaq yazdığımıza əsasən. Düzdür? Müəllim, bura Qarabağ kəndləridir amma. Yəni, onu boş verdin, sualın şərtinə takılma. Amma məqsəd yenə də buradan istifadə eləyəsiniz. Sadəcə artıq uşaqlar, bundan bir dənə G-ni daxil eləyəcəyik. Formumuz bir dənə də gedəcək 0-dan G-yə qədər. Və bizə hər dəfəsində məsələn bir X gələcək. Siyahıta nəyə verəcəyik? Denən Murad. Müəllim, koordinat sistemə oxşadı biraz. Bir növ ola bilər, hə. 2-2-dir. Siyahıta nə verəcəyik uşaqlar? Tez. Müəllim, nəsə mətnlə əlaqəli bir şeydir. Bura olsa qalıb da, buranı silməmişəm ki. Bu hissə qalıbdır. Bu hissə neyini uşaqlar? Hər bir aydan neçə dənədirsə, map onu yadda saxlayır. İndi mənə deyir ki, X ədədindən neçə dənədir, onu çıxışa ver. Nə yazacam? Çıxışa nə versin? Müəllim, qorxuram, amma MPAX++. Yox, MPX. Plus++ları zaten burada eləmişik. Bax. Bu hissə qalıbdır. Müəllim, map size var. Var. Bayaq baxdığımız elə size idi də, yaxşı izah eləyəndə. Size nə Mən bəli, müəllim, unutdum. Düzdür. Aydın oldu uşaqlar bu sualda. Baxın, yəni bu hissə qaldı. Bu hissə neynədir? Map yadda saxladı ki, hər bir ayda neçə ədəddir. Və bu hissə nə edir? Q dənə sorğu göndərir. Mənə deyir ki, X. X ədədinə neçədir? Onu mənə denə. Nəyə verəcəm? MPX-i. X ədədi olmasa 0 verəcək. Varsa da burada neçə tapısı onu verəcək. Yəni asandır.
Sonra burada Uydu müəllim, bu sualı göstərməyin, xahiş edirəm. bu suala o vaxt çıxartmışdıq ki, maplə yazacağıq. Election sualı müəllim. Kimsə yazmış deyə müəllim. Deyəsən Cavidanla Fatimə. Bu sualı o vaxt qoymuşdum yarışa, amma mapsiz əslində həlli var idi. Sadəcə o vaxt mapın məntiqini başa düşmədən biraz çətin idi. Bu sualda nə deyirdi? Deyir ki, bizdə K dənə prezident var. Yəni məsələn 4-dürsə, prezidentin nömrələri belədir. 1, 2, 3, 4. Yəni 4 dənə prezidentimiz var. Və 7 dənə də adam bu prezidentlərə səs verir. İndi bizdən deyir ki, prezident hər hansısa bir prezident seçkini o zaman qazanır ki, birincisi prezident seçkini nə vaxt qazanır? Ən çox səsi toplayarsa, düzdür? Deyir ki, bir də prezident o zaman qazanacaq ki, bütün verilən o oylar var ya, məsələn, burada 7 dənə oy var da, yəni cəmi 7 dənə oy istifadə olunubdur. Əgər o oyların yarısından çoxdursa, onda həmin prezident qazanacaq bu seçkini. Əgər yarısından çox deyilsə, onda qazanmayacaq. Denən Cavidan. Aha. Aha. Neyləyəcəyik uşaqlar? Birincisi, mapin bu hissəsi yenə eyni qalacaq. Yəni, hər bir ədəddən neçə dənə olduğu bizə lazımdır. Çünki bu zamanda nəyi saxlayacaq? Məsələn, birinci prezidentin neçə dənə səsi var artıq bu mapin içindədir. Sonra neyləyəcəyik uşaqlar? Bir dənə maksi götürəcəm. Bərabər olsun 0-a. Yenə bu massivdə gedəcəyik i-nə qədər. Hətta massivi götürməyək. Biraz özümüzə daha məntiqli bir həll ürədək. Set götürürəm. Bu arada götürməsək də olar. Sadəcə hər şeyi belə bir növ bir sualda ümumiləşdirək deyə eləyirəm. Setin içinə əlavə eləyirəm bu ayələri. Setimin içində hətta bu ehtiyac yoxdur. Onsuz da qeyd edənə prezidentimiz var da bizdə. Boş verin. i1, i-yə qədər geçsin. i++. Bir saniyə, həmişə G-yə qədərmi? Hə. 1-dən G-yə qədər prezidentlərdir, düzdür? Maxiyə deyirəm ki, maxi bərabər olsun maxi ilə MP-i. Yəni, i prezidentinin səsi. Sonda bu maxi bizə nəyə verəcək uşaqlar? Nəyin sayın verəcək? Ən çox kim səs toplayıbsa, neçəni toplayıbsa o rəqəmi verəcək. Məsələn, siyahıta gəlin verək maxi. Mənim son şərti çox qəribədir. Denən Murad. Burada niyə yes verib ki? Məsələn, 4-dür də. Biz 4 vermişik, bir dənə səs toplayıb 4. Yo, 4 o deyil. 4 odur ki, səndə 4 dənə prezident var. Bax, 1, 2, 3, 4. Hər bir nömrə bir Müəllim, mən hələ bunu soruşmaq istəyirdim. Baxın uşaqlar, 4 odur ki, bizdə 4 dənə prezident var. 1, 1 nömrəli prezidentdir. 2, 2 nömrəlidir. 3, 3 nömrəlidir. 4 də 4 nömrəlidir. Yəni 5 desəydi 1, 2, 3, 4, 5 olacaqdı bizim prezidentlərimiz. Və bunlar da nədir? Məsələn, birinci adam gedib ikinci prezidentə səs veribdir. İkinci adam dördüncü prezidentə səs verib. Bu birinci prezidentə, bu 2-yə, bu da 2-yə. Nəticədə bu seçkini hansı prezident qazanacaq? İkinci prezident. Çünki 4 dənə səs toplayıbdır. Və bu 7/2-dən çox olduğu üçün bunun səsinin sayı avtomatik olaraq qazanıbdır. İndi, məsələn, bura baxaq. Burada prezidenti ən maksimum səs toplayan neçədir səsi? 1-dir, düzdür? 4/2-dən çoxdur? Deyil. Ona görə cavabı no-dur. Məsələn, burada 3 dənə prezident var. 1, 2, 3. Burada birinci hansı prezident qazanacaq səsi, daha doğrusu prezident seçkisin və hansı neçə dənə səslə? Bunu deyin mənə. Neçə səslə? Müəllim, nə olacaq cavab? Çünki 4 dənə.
4 dənə. Dörd. 8/2-dən amma yenə də çox deyil deyə no-dur cavabı. Yəni tam böyük olmalıdır. Böyük bərabər yox. Bir saniyə uşaqlar, bir də bir şeyə atmalıyam. Mənim dərsimiz neçə dəqiqə? Bir iki də 5 dəqiqə 10 dəqiqə qurtarırıq, narahat olma. Müəllim, Kim sağ- uşaqların yatmaq vaxtıdır. Uşaq. Ay, siz uşaqlar əvvəl uşaqlar idi, vaxt yatırdı. Yalandan deməyin. Müəllim, indiki uşaqların heç biri onda yatmır. Bilməməli. Müəllim, inanmazsınız amma mən hələ də onda yatıram. Harada? Hı? Nə təbii dedi? Cavidan nə oldu sənə? Cavidan nasıl oldu? Köksü gəldi. İndi də deyəcəklər ki, mən 5 yaşımda saat 10-da yatırdım da 5 yaşında yatarsınızdır. Müəllim, mən hələ də saat 10-da yatıram. Yaxşı, Əkbərin 42 dəqiqəyə yatmaq saatidir, ona görə yavaş-yavaş Bəli, qurtarır. müəllim. Okey uşaqlar. Təkrar 1-də qoyuram. Təkrar 1-də qəribə suallarda görəsiniz. Müəllim, işləməliyik. Gördükdə suala baxmalısınız birinci. Gördünüzsə, biraz da fikirləşməlisiniz. Tapa bilmədinizsə, biraz da fikirləşməlisiniz. Tapdıqsa yazmalısınız. Tapdınızsa yazmalısınız. Müəllim, onu da tapa bilmədiksə biraz da fikirləşməliyik. Onu da tapa bilmədiksə biraz da fikirləşməliyik. Valla düşünün ki, təkrar 1-də qoyduğum suallar sizdə şeydə gəlibdi. İmtahanda gəlibdi. Yəni oturun üstündə əlləşin. Vaxtınız da çoxdur. Yəni evdə olan gününüz də var. Mən sizə tövsiyə görürəm ki, hətta təkrar 1-dən də başlaya bilərsiniz, amma stringi də qurtara bilərsiniz. Yəni necə istəyirsinizsə. Hə, bu çox maraqlı sual. Bunu bilmirəm necə tapasınız. Yəni Müəllim belə qoymuş ki, baxaq. yox, əlbəttə. Elə Müəllim, çətinliyin hiss eləyib bağlayırıq həmişə ki. Yox, uşaqlar. Bu sual riyazi sualdır. Riyaziyyatı kimsə çox sevirsə, o şey Müəllim, ürəyim gedir riyaziyyat üçün. onda bu sualı yazmalısınız. Kim sevirsə bu sualı yazmalıdır, yoxsa çox böyük hörmətsizlikdir riyaziyyata. Müəllim, sualın şərtini deyin də xahiş edirəm. Hə, necə Əkbər? Müəllim, xahiş edirəm sualın şərtini deyin də. Yaxşı. Deyir ki, uşaqlar, sizə A və B verir. Bu o deməkdir ki, sizin lap başda A qəpiyiniz var və B gündə bir adada olasınız. Sizə deyir ki, hər keçən gün, yəni məsələn, məsələn, Müəllim, artıq davam etməsəz də olar. yox, bax, 3 qəpiyiniz var, 6 gün adada olasınız. Birinci gün 3 qəpiyiniz olur. İkinci gün 3 vur 2 qəpiyiniz olur. Yəni 6. Üçüncü gün 3 vur 3 qəpiyiniz olur. 9. Dördüncü gün təxmin eləyin neçə olacaq? 12. Aha, 3 vur 4. Dörd, Hər dörd, üçünün sayına Ən vur. böyük inputusu görsənir buradan. Nədir? Müəllim, günlərin sayına vurmalıyıq. En plus 1. En plus 1. Qalar gözləyin. Sual burada bitmir ki, sizdən təkcə bunu istəmir. Deyir ki, bu qəpiklər alınır sonunda burada. Deyir ki, bunlardan neçəsi bu B-yə qalıqsız bölünür. Yəni məsələn, burada 6-ya qalıqsız 1 Müəllim, bunu necə tapacağıq? və uşaqlar bunu forla eləyə bilmərsiniz. Yəni forla necə? Gedib bir-bir bütün A vur, məsələn, 1-lərə, A vur 2-lərə, 3-lərə,
A vur B-yə qədər hamısına baxa bilmərsiniz. Çünki B 10^9-dur. Yəni buna bir riyazi bir şey tapmalısınız. Müəllim məcbur burada riyaziyyatı sevmədiyimizə razı olmalıyıq. Müəllim, çünki bu sualdan sonra riyaziyyatı sevməmək mümkün. İnternetim getdi. İnternetim gəldimi? Səsim gəlir uşaqlar. Bu sual dediyim kimi riyaziyyatla tapa bilərsiniz. Tapsaz da onsuz da bir saniyə bir şey bilməsiniz. Əgər Amma o tam cür də tapmıyor. yo gözləyin. Bu bir riyaziyyatda bir şeydir. Bir şey deyəcəm uşaqlar. Əgər riyazi olaraq həllini tapsanız bu sualın, kodun amma bilməsəniz, səsim gəlir uşaqlar. Bəli, müəllim. Riyazi olaraq bunu tapsanız, ola bilər ki, kodun bilməyəsiniz. Yəni daha doğrusu bilməyəsiniz. Bundan əminəm. Kodu zaten bir dənə bir sətirlik bir şeydir. Onu bilməsəniz, mənə yazın, mən sizə deyəcəm. Amma o həlli mənə deyin. Yəni həlli, Müəllim, mütləqdir o. yəni internetdən araşdıra bilərsiniz, icazə verirəm bu sual üçün. Amma həllin yoxdur əlbəttə ki. Riyazi olaraq tapın uşaqlar bunu. Yəni riyazi olaraq tapın nədir? Əgər o riyazini necə koda çevirə biləcəyinizi bilmirsinizsə, indi çox böyük ipucu vermək istəmirəm. Əgər Müəllim, necə kod uzundur, bir dənə deyin də. yox, uzun deyil. Yəni Bir riyazi sətir. olaraq bilmirəm. O riyazi şeyi koda çevirmək bir sətirdir. Amma riyazi hesablanması bir sətir deyil əlbəttə. Yəni onsuz da kağızda hesablayırıqsa biraz uzundur. Amma uzun dediyim, yəni bildiyiniz şeydir hamınıza. Çox ipucu verməyim. Yəni Müəllim, nəsə bilmirəm, amma mən elə hiss edirəm ki, bunun onların cəmi ilə bir əlaqəsi var. baxarsan, Bilmirəm, bəlkə də səhv hiss edirəm. baxarsan deməyəcəm. Müəllim, təkrar hamısını verirsiniz. Təkrarın hamısını Yəni, verirəm. ancaq təkrarını verirsiniz. Mhm. Bu Müəllim, suallar çox maraqlıdır. axırdakı sual da maraqlı sualdır uşaqlar. Bu da bir növ riyaziyyat sualdır. Deyir ki, sizdə n dənə ağ gül var, m dənə də qırmızı gül var. Siz cəmi maksimum neçə dənə buket yığa bilərsiniz və buketdə deyir ki, həmişə ancaq 3 dənə güldən ibarət olmalıdır və hər 2 dənə növdən olmalıdır. Yəni ancaq qırmızı güllərdən ola bilməz bu buket və yaxud da ancaq ağ güllərdən ibarət ola bilməz. Yəni ya 2 qırmızı, 1 ağ olmalıdır, ya da 2 ağ, 1 qırmızı gül olmalıdır. Sizdən deyir ki, maksimum neçə dənə buket yığa bilərsiniz. Mənim şu an ağlımda sualdır, onu düşünürəm. Düşün. Bunun da şərtini dedim. Bunun da onsuz həllini deməyəcəm. Yəni Sadəcə bunu onsuz da yaza bilməyəcəyə oxşuyuruq. Ona görə də lazım. bu da asan sualdır uşaqlar. Müəllim, bu qat-qat Riyazi daha olaraq bu 2 dənə suala tam riyaziyyat kimi yanaşın. Sonra Müəllim, sonunda ağlıma çox qəşəng bir şey gəldi. Aha, deyirsən, dəqiq. Bəli. Amma demə burada. De bilək. Uşaqlar, Y sualını tapan birisi qrupda yazmasın ki, yəni qrupda soruşmasın necə. Özləm sadədir yəni. Hə, onda uşaqlar, mənə şəxsidən yazar əgər bu sualını tapan riyazi olaraq həllin. Hə, onda mən deyəcəm ona ki, necə yazsın kodun. Amma qrupda bu sualı soruşmayın yəni. Əgər həlli tapmısınızsa. Riyazi bir həll, onu necə çevirmək istəyirsinizsə koda. Çünki hamınız maraqlıdır. Görün bu suala necə yanaşarsınız. Mənim şəxsidə yazaq ki, məsələn, səhvimiz falan olanda. Hə, yəni bütün suallar üçün yoxdur, amma imенно bu riyazi suallar üçün şəxsdə yazarsınız. Qoydu müəllim, bu nə sualdır? Bu da asan sualdır uşaqlar. Deyir ki, sizə stringdə bir ədəd verəcək elə bil ki. Sadəcə deyəcək ki, məsələn, sizə belə bir ədəddir stringdə, uzun bir şeydir, bunu boş verin. Və bunlar bilirsiniz nədir? Deyir ki, 0-dan neçə dənədir, onu çıxışa ver. 1-dən neçə dənədir, onu çıxışa ver. 2-dən neçə dənədir, 3-dən, 4-dən. Bu da məhvlən Yəni eləyəsiniz. məhv Ha, 5-dən neçə dənədir, 6-dan neçə dənədir, 7-dən bir-bir hamısını verməlisiniz. Bu belə. Kapreqon mütləq 9 rəqəmli olmalıdır. Yo. Ya, çıxışa verdiyin hə. Yəni 0-dan 9-a qədər hər bir ədəddən rəqəmlər neçə dənədirsə onu verməlisən.
Bu sualı əvvəlki Müəllim, yarışlarda var. Dankoşda da o sualdır. Aha, əvvəlki yarışlarda var, amma bir dənə də qoymuşam, çünki yaxşı sual idi bu. Eee, bir dənə də riyazi sual. Bunun da Nə şərti qədər var bunlardan? riyaziyyat suallar, yəni buna şeydə olimpiyada number teori məsələləri deyirik. Yəni riyaziyyatla əlaqəli olan ədədlər nəzəriyyəsi kimi. Belə tipli suallar yaxşı suallardır həmişə və mən sevdiyim tipdəndir. Uşaqlar, bu sualın şərtini deyim, sonra dərsimizi yekunlaşdıraq. Bu sualda uşaqlar deyir ki, sizə belə bir massiv verəcəm və sizə də bir dənə əməliyyat icazə verirəm. Hər bir ədədi istədiyin qədər plus 1 eləyə bilərsən. Yəni istədiyin qədər 1-1 artıra bilərsən. Amma 1-1 artırmaq bir əməliyyat deməkdir. Yəni hər üstəgəl 1 əməliyyat deməkdir. Sizdən istənilən odur ki, siz bu massivi ardıcıl olan ədədlər kimi göstərə bilərsinizmi? Amma ədədlərin yeri falan dəyişməməlidir. Yəni siz məsələn necə eləyə bilərsiniz bunu? Məsələn bunu ardıcıl olaraq belə göstərə bilərsiniz. 8, 9, 10, 11, 12. Necə? Bu 3-ü plus 5 qədər artırarsınız. Bunu plus 3 qədər. Bunu plus 6 qədər. 11 zaten eynidir. 5-i də plus 7 qədər. Və sizdən istədiyi odur ki, baxın, gördünüz neçədən əməliyyat istifadə elədik? 7, 6, 13, 16, 21 dənə əməliyyat. 21 dənə Müəllim, əməliyyatı burada bir dənə bir şey var. Bildim artıq həllini. sayını çıxışa verməliyik. Plus uşaqlar, bu say minimum olmalıdır. Yəni minimum operasiya sayına eləməliyik. Denən Muhammed. Mən burada vektorla eləyəcəyik. Yəni bu sizə qalıbdır. Yəni vektorla da eləyə bilərsiniz, massivlə. Sadəcə o hesablamaları necə apararsınız əsas odur. Yəni uşaqlar, Müəllim, buradakı təkrar sualları, de. təkrar sualları çox düşündürücü oxşuyur. Elə yaxşıdır da. Düşünün, hər şeyi xatırlayın. Müəllim, düşünə axırda da heç nə yazmıyor ki. Elə. Yo, Müəllim, indi. eynicə Kaan da L saxlayacaq da, yoxsa Emil? Əsas E-dir. Yəni qalanlarını tapa bilərsiniz kodun. Ona görə əsas E-dir. Yəni E-ni tapa bilməlisiniz prosta. Uşaqlar, bir də bu suala xüsusi deyim. Bunu yəni məsələn 3, 4, 5, 6, 11 şəklində yazıb sonra dəyişim apara bilmərsiniz. Yəni sortlayıb sonra dəyişdirə bilmərsiniz. Eyni burada nə ardıcıllıq veribsə o ardıcıllığın üstündə artımlar eləməlisiniz. Yəni bunların sırasını dəyişdirmək olmaz. Yəni sizə verildiyi sıra üzrə hərəkət eləməlisiniz və sizdən sadəcə istədiyi, məsələn, mən bu ədədi neçədən artırmalıyam və yaxud da bunu artırmalıyammı? Əsas istənilən odur ki, ardıcıl ədədlər halına gəlsin. Baxın, yəni burada da məsələn nümunədə veribdir ki, Müəllim, məsələn, mənfi 2 artıra bilərəm. Yəni yo. Ancaq müsbət, yəni müsbət 1. Ancaq 1 bayda artıra bilərsən. Bu sualda belə. Burada başqa şərtin deməli olduğum yoxdur məncə. Всё. Amma bu sualda, bu yarışda kimsə təkrar birdən bir sual yazdı. Birdən yazdı bir dənəsi. Görürsünüz uşaqlar. Çox da çətin deyilmiş. Düzdür Zavda? Müəllim, alt sualına bir dənə baxın da. Nasıl oldu? Video update olundu. Nasıl buralar qəribə görsün. Müəllim, qəşəng oldu ya. Birinci sual o idi ki, uşaqlar, sizə bir n ədədi verir. N ədədinin maksimum ən böyük böləni nədirsə onu çıxışa verməlisiniz. Amma özü istisna olmaz. Asan Müəllim, tutar. əladır. Hə. Bu qədər çətin sualdan sonra. Aha. Всё uşaqlar. Yəni evə təkrar 1, string 3, 2.
Plus 3-cü gün dərsimiz olmayacaq, amma suallarınıza açığam. Ola bilsin ki, 2-ci, 3-cü, 4-cü günlər biraz gec cavab verim mesajlarınıza. Çünki 36 saat ərzində yarış olacaq, həmin vaxtı çox aktiv olmaya bilərəm. Plus nə demək istəyirəm, amma siz yenə də nə sualınız olsa yazın, mütləq cavab verəcəm. Mənim 5-ci gün aktiv olur. Yox, 4-cü gün səhər saat 8-də artıq yarış bitir. 2-ci gün saat axşam 8-də başlayır, səhər bir də 4-cü gün səhər 8-də bitir. Başqa Müəllim, elə yarış olur, mənə çatmır. Mənim hakatondur. 48. 36 saatlıq hakatondur. Yəni Müəllim, dayanmadan 36 saat nəsə eləyirsiniz? yəni 2-3 saat yatmağa icazə var, amma yatsaq bizə ziyandır da, yəni komanda olaraq uduzarıq. Yəni Yatmırsınız onda. yox, yatırıq əlbəttə də, robot deyilik, prosta az yatmalıyıq ki, yəni həlləri çatdıra da bilək də. Yəni hakaton nədir uşaqlar? Yeni bir həll tapmalısınız. Yəni sizə bir problem verilir. Məsələn, nə isə optimallaşdırmalısınız. Yəni burada sayt qurursunuz. Məsələn, orada bir proqram qurursunuz. Bunu necə optimallaşdırmalıyıq falan filan, nəsə belə bir həll təqdim edirsiniz jürilərə. Müəllim, necə haqsızlıqdır. Bir dənə yarışa görə insanlar yuxusundan məhrum qalır. Belədir də. Bir saniyə, bunu stop elədik. Recording dayandırmağa da ehtiyac yoxdur. Məncə qeyd eləyibdi. Bir saniyə, bir dənə baxaq. Ay da eləməyibmiş. Eləyib məni. Eləməyibmiş. Uşaqlar, seçkin o zaman Müəllim, qazanır. ən yaxşısı siz elə dərsdə onu qoyun YouTube-a. Əmin olaq ki, göstərir yoxsa Göstərir. yox. Uşaqlar, əmin olduq. Mənim cavabdan atacaqdım. Cavidan, səndə dəqiq var recording. Hardan, Map yəni var. son saatlar var, map olan var əsas. Sən onu YouTube-a yükləyə bilərsən. YouTube-a yükləyə bilərsən onu sonra. İnternetdən bax, yəni gözlə mən göstərdim hətta burada. Dərs qurtarıb uşaqlar istəyən çıxa bilər. Mən bir dənə Cavidan bunu göstərdim, videosu qalmayaq. Bax burada buna girəsən, upload video eləyəsən, sonra bax burada select files olacaq. İndi girəsən burada videon harda qeyd olunubsa, oranı elə bil girəsən. Tamam, videon yəni hansı papkadadırsa. O papkaya girəndən sonra məsələn nümunə olaraq mən seçdim bunu. Burada adını qoyarsan, adını istənilən qoya bilərsən, fərqi yoxdur. Məsələn mən də hər ehtimala qoyuram uşaqlar dərsin 1 saat onsuz da aktiv Müəllim, bir də yazılmışsa. AZS Kap 35 yazın, qabağında yazın boş. Boş. Var. Dərsin 1 saatı var. Hə. Heç nə burada deyəsən bu uşaqlar üçün deyil, nəsə belə bir şey. Sonra da axıra qədər gələsən, deyəcək ki, burada belə bir şey çıxacaq. Bunu public seçərsən. Aha, vəsə bundan sonra da publish eləyəsən. Hə, bu yüklənəndən sonra sənin kanalına düşəcək elə bil ki. Kanalına da gözlə göstərəcəm hardan baxasan. Bax birincisi, bax burada görsənəcək yüklənəndən sonra. Gözlə ekran Müəllim, böyük bağlandı. ehtimal heç kanalı yox deyə Cavidanın. Yaradar heç olmaz. Problem yoxdur. Hə, bax. Aha, bax. Bu burada yüklənəndən sonra bax görsən indi yüklənir də yavaş-yavaş 31% falan. Yüklənəndən sonra belə bir vəziyyətdə olacaq. Sonra da bu videoya bax burdan baxasan. Bura girdin. Kanalına baxmağı seçsən. Bax videolar burdadır. İndi girirsən bura, adi linkini atırsan qrupa. Mənə də əziyyət verirəm bilirəm, amma elə bildim, yəni çünki adətən həmişə orada dayanırdı, həmişə qeyd eləyirdi. Bu səfər nəsə qeyd eləməyibdi. Ehtimal verdim bəlkə qeyd eləyər. Heç nə olmaz. Dərs izahında əsas mənim ekranımı göstərmisənmi?
Yəni ora baxırdın. Yəni başqaları bizə deyəcək ki, dərsin güya 1 saatı var, heç 1 saatı da yoxdur. Başqaları neynir deyə siz bilirsiniz uşaqlar. Eee, heç nə olmaz. Uzağı 1 saniyə, 1 saniyə ekranım dayandı. Bir dənə onu açım, sonra bir şey deyəcəm. Eee, mənim burada map'i izah elədiyim video digər qrupda bilmirəm hansıdır. Müəllim, indən deyim deyəsən o video açılır. Mən baxmışam. Yo, açılmalıdır. Əvvəllərdə Bax bu belə videodur problem müəllim. olmalıdır. Hə, uşaqlar. Bu videodur müəllim. Map'in izahı burada bunu qrupa atacağam indi. Yəni bu videoda da var map'in izahı. Biraz fərqli növdə izah eləmiş ola bilərəm, amma yəni eyni mapdir. Burdan da baxa bilərsiniz. Bundan sonra hətta burada map'a aid sualları belə işləyirik. Bunun da indi videosunu atarım. Cavid əmi, sən bir dənə prosta onu həll eləyə bilsən, Müəllim, bu yükləyib uşaq təkrar 2-dədir də, düzdür indi. Hə, o uşaq təkrar 2-dədir. Müəllim, çatırıq. O uşaq adı Salih. Hə. O uşağı Müəllim, çatmalısınız. Salihi tanıyıram, bizim məktəbdə oxuyur. Hə, bilirəm. O uşağı çatmalısınız, çünki o uşaq çox tənbəldir. Təkrar biri Müəllim, üstündən tənbəl deyil müəllim. Futbol sevdası onu qoymur məsələ işləməyə. həqiqi, onu bilmirdim. Müəllim, məktəbdə oynamır əslində, sadəcə analiz eləmək qabiliyyəti var. Mənim yəqin texnik direktor rolunu oynayır. Müəllim, heç nə eləmir əslində, sadəcə dayanır, sinifinin oynamasına baxır. Nə qəribədir, bilmirəm. O özəlliyini bilmirdim. Oyun çox oynadığını bilirəm. Bütün gün Roblox oynayır deyəsən. Bir də Brawl Stars oynayır. Ona görə dərslərinə vaxt ayırmır. Amma siz yaxşısınız. İnşallah. Siz oynaya bilərsiniz. Oynamanın da prosta bir vaxtı var da, yəni də bütün dərsin qırağı. Yəni düşünün mən dərs keçəndə belə o oyun oynayır da, yəni. Mən o bilirsiz nə rejimdə saxlayıram? Kamera açıq, ekranı paylaşımlı vəziyyətində. Çünki onları eləməsəm gedir orada ya kompüterində başqa yerə girir, ya da ki telefonda başqa bir şeyə baxır. Yəni ona görə o ikisini də aktiv şəkildə saxlayıram ki, bilim neynədiyin. Yoxsa elə bil öz-özümə danışıram dərsdə. Heç nə, belə uşaqlar. Okey, onda dediyim şey hər şey aydındır. Bir sual yoxdur ki, uşaqlar. Ev tapşırığı, bir də dərslərimiz onlarla bağlı. Tamam. Ondan sonra sualınız olsun.